Uşaqlıq yumurtalıqlarda bir problem yoxdur. Yəni yumurtalıqların düzdür biraz kiçikdir, amma uşaqlıqda bir problemimiz yoxdur. Hər hansı bir miom, fibroadenoma, kistalarımız yoxdur. Dediyim kimi aybaşının 3-cü günü hormonlarımıza baxılması lazımdır. Tiroid hormonlara baxılması lazımdır. Antimüllerian hormon deyilik, yumurtalıq rezervinə baxılması lazımdır. Yaş faktoru çox önəmlidir və bir də yoldaşımızın spermogramma istənəcək, tamam mı? Bunlar normal olduqdan sonra artıq digər mövzuda düşünə bilər. Bilim ki, yəni normaldır, artıq sizin öz yumurtalıq rezerviniz var, öz yumurtanız var. Ona görə biz qərar verə bilərik ki, artıq sizdə süni maylanma olar, yoxsa olmaz. Məsəl üçün, bəzən dediyim kimi, orada elə bir problem çıxa bilər ki, hormonlarda elə bir durum ola bilər ki, mən sizə deyə bilərəm ki, artıq sizin yumurtalıq rezerviniz çox azdır və ya heç yoxdur və ya tutmama ehtimalının ən azından faizini deyə bilərəm ki, 5% tutma ehtimalı var, 10% tutma ehtimalı var. Çünki 49 yaşda az bir yaş deyil, tamam mı? Yəni belə. İnşallah dediyim kimi,